Salam səhifəmin dəyərli izləyiciləri, bu günlərin bir Yusa markalı soyuducunun təmiri üçün gəlmişəm. Soyuducumuzda qaz buraxma problemi var. Bir neçə dəfə qaz vurulub, ancaq soyuducu yenə də qaz buraxır. Bu problemi kökündən həll eləməyin yeganə yolu həmən qaz buraxan turbaları ləğv eləyib yeni sistem qoşmaqdır. Yeni sistem qoşduqda yuxarıya hissəyə bir ədəd marozeka yerləşdirəcəm və soyuducumuzu düzgün şəkildə işlədəcəm. Artıq qoşmuşam, qaz vurulma prosesi gedir. Soyuducumuz yavaş-yavaş soyudur. Bizim hər növ soyuducuların təmiri bizdə mövcuddur. Ünvanımız Şamaxinkada yerləşir. Nömrəmiz səhifədə var. Zəhmət olmasa videonu like edib səhifəmizi izləməyi unutmayın. Sağ olun, diqqətiniz üçün minnətdarım.